Salam olsun hidayətə tabe olanlara. Əziz müsəlmanlar, gözəl bacı qardaşlarım, müsəlman Allahı sevən bütün insanlara Allahın salamı, xeyri, rəhməti və bərəkəti olsun deyirəm və Bəqərə surəsi 2-ci surənin demək 155, 156, 157-ci ayələrinə baxaq. Hamıya aiddir, vacib nüans var. Diqqət edək. Allahımız buyurur ki, biz sizi biraz qorxu, aclıq, hamına, biraz qorxu, aclıq, mallardan, canlardan, məhsullardan azaldaraq imtahandan keçirərik. Bəzi tərcümələrdə də keçir ki, bezdirici imtahandan keçirdərik. Allahımız buyurur ki, biz sizi biraz aclıq, qorxu, canlardan, mallardan və məhsullardan azaldaraq bezdirici imtahandan keçirdərik. Bundan qaçış yoxdur. Səbr edənləri buyurur ki, müjdələ. O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman, yəni bu saydıqlarımız, Allahımız buyurur ki, başlarına bir müsibət gəldiyi zaman, o kəslər ki, başlarına bir müsibət gəldiyi zaman kimlər? Səbr edənlər. Hansı səbr edənlər, necə səbr edirlər? O kəslər ki, indi göstərir, başlarına bir müsibət gəldiyi zaman bizi Allah yaradıb, Allaha da qaytarılacaq söylərlər. Mən də deyirəm, bizi Allah yaradıb, Allaha da qaytarılacaq, Allaha da qaytarılacaq. Bəli, bunu demək nədir? 156-cı ayədəyəm. Bunu demək, Allahın hər şeyi nəzarət etdiyini və haqq hesabı sonda çəkəcəyini, kim sizi incidirsə, kim nələr törədirsə, kimlərin ucbatından başınıza nə gəlirsə, Allahın nəzarət etdiyini və sonda hətta özümüz belə ediriksə, Allah yada salmaqdır. Bu və onu yada salarkən də adamın ürəyi çox belə rahatlaşır, sakitləşir. İnanın ki, elə bir böyük, belə güclü bir dərman içdin və belə psixologiyan sakitlədi, normallaşdı. Yəni gərginlikdə olur ya adam ki, ay falan şey nə oldu, ay bu niyə belə oldu? Onu ürəkdən ki deyirsən, mən 2-3 dəfə ona görə dedim ki, mən elə belə demək yox, dedim yox, onu yaşamaq üçün, yaşamaq halı ilə, yəni qəbul edirəm deyə. Bəli, bizi Allah yaradıb, bizi Allah yaradıb. Allaha da qaytarılacaq, Allaha da qaytarılacaq, Allaha da qaytarılacaq deyərlər. Mən də dedim, şükür Allaha, inşallah yadıma düşsün, hər zaman müsibət vaxtı deyim, çox vaxt yadımdan çıxır, ancaq pərkivədə oluram. Yəni, şükür Allaha ki, stresim, əsəbim yoxdur, qıraqdan etməsələr, özümdə psixologiyam normaldır, şükür Allaha, maşallah. Bu da Quran oxuyub namaz qılmaqla, sakitlik, dinclik tapmağımdan ibarətdir. Əsası, yəni, ibadət eləməyimdir, şükür, maşallah, ya Allah. Ləbbək, ya Allah. Və Bəqərə 157-ci ayədə Allahımız dalınca buyurur ki, demək, o kəslər ki, səbr edərlər və başlarına bir müsibət gəldiyi zaman bizi Allah yaradıb, Allaha da döndəriləcək, qaytarılacaq. Yəni, ya da deyirlər, Allaha da çıxarılacaq, yəni Allahın da hüzuruna dönəcək, cürbəcür tərcümələr var. Deyərlər, Rəbbindən hey mərhəmət və dəstəklər onların üzərinədir və düz yolda olanlar da onlardır. Bəsmi? Tez deyin. Aha, Allahımız buyurur ki, bundan qaçış yoxdur. Hər kəsin başına gəlir. Allah bizi imtihana çəkir. Kimlərin nələrinsə ucbatından başımıza gələn qorxular,
Əlbəttə ki, biraz olur. Çünki Allah Taala heç kəsi çəkə biləcəyindən artıq yükləmir. Qorxu, aclıq, sonra nə saydıq? Biz sizi biraz qorxu, aclıq, Allahımız buyurur ki, canlardan, mallardan, məhsullardan azaldaraq bezdirici imtahandan keçirdərik bir yerdə deyilir tərcümədə. Amma çox tərcümədə imtahandan keçirdərik. Bundan qaçış yoxdur. Sağ olun. İnşallah gələn görüşlərdə görüşənədək. Amin. Sağ olun.